Assalamu alaikum Balakən əhli. Necəsiz, necədir işləriniz? Sizin fikriniz mənim üçün önəmlidir. Mən sizə bir dənə gözəl bir dənə təqdim eləmək istəyirəm. Balakən rayonunun mərkəzində Mübariz İbrahimov küçəsində 5 sot həyətyanı ev, gözəl bir göyçək bir ev. 4 tərəfə bağlıdır hasara. Bütün kommunal xəttlər hamısı çəkilibdir. Su, Azər su şəhərin suyudur. Bütün hamısı var. Qonşular hamısı var. Deməli, yurdumuzun içində naves mövcuddur. Yurt 5 sotdan ibarətdir. Deməli, sanitar qovşağı da çöldədir. Gözəl meyvələri də var yurdun içində. Çox gözəl bir münasib qiymətədir. Yəni, 4 tərəfə bağlıdır. Toyuq cücə, yəni kənd təsərrüfat üçün və mərkəzdə kənd, yəni məhsullar baxmaq üçün gözəldir. Evimiz, deməli, 13-ün 11-ədir. Təxminən 13-ün 10-a ölçülərimiz. 130 kvadrat, 140 arası evimizdir. Deməli, kubikdən tikilən evdir. Yaşayışa polnu uyğundur. Krişası hamısı yeri yerində. Deməli, evin içində də 2 minutka sanitar qovşağı hamısı var. Burada bizim kuxnamızdır. Bu bizim zalımızdır. İran peçi, xaladinlik, spalnilarda hər şey var. Sahibi bu formada da yəni açarı verir, çıxır buradan. Sahibi də axtarır ki, gözəl qonşuları olsun. Sahibi də elə burada yaşayır. Yüngülvari bir barada periqorodkada çart var. Amma ki, zərər yoxdur. Yaşamağa polnu remont eləyib bir balaca bərkitmək olar. Çox gözəl bir qiymətə təklif olunur bu ev. Patoloqun hündürlüyü də var, normaldır, yeri yerində. Yəni, gir yaşayası bir evdir. Sağ olun, var olun, dəyərli izləyicilər. Kanalımıza da abunə olun, daimli izləyin. Gözəl təkliflər sizə təqdim edəcəm.